O gazette yazılana göre ben o iradı da bağışlayacağım ki yola gitmesinler. Bu benim ümumi sözüm. İnşallah rahat olun. İnşallah rahat olun. Azərbaycan xalqı hələ kimin kimliyini yaxşı bilmir Ənvər bəy. Faciəmiz bundadır. Hələ də Azərbaycan xalqı bu adamın əsl kimliyini bilmir ki, Heydər Əliyev kim idi, niyə gəldi, nə elədi. Çox adam, çox qəlbə bir mən müşahidə edirəm Ənvər bəy. Bilmirəm siz bunu görürsünüz yoxsa yox. Sizə rast gəlib belələri. Adama izah edirsən ki, Heydər Əliyevin vaxtı ilə elədiyi hərəkətlər vətənə xəyanətdir. Gelib erməni ilə separat müqavilə bağlayıb ki, sən Naxçıvana hücum eləmə. Naxçıvanda sənə, mən də sənə, get Qarabağda nə edirsən elə. Bu bir faktdır. Bunun video kadrları var, mən göstərmişəm bizim efirdən. Bunun gözü şahidləri var. Və bunun nəticələri var. O vaxtı bu müqavilədən sonra ermənilər Naxçıvan sərhəddi boyu saxladığı qoşunları yönləndirdilər Qarabağa, Qarabağı işğal edədilər. Bu istənilən bir ölkədə olsaydı, bu addımı atan, bu iş görən adam mütləq güllələnib asılmalıydı, öldürülməliydi ki, bu vətənə xəyanətdir da bu. Bu vətənə xəyanəti buruz olmuş, bunu Heydər Əliyev eləyib. Adama fakt deyirsən, belə baxır. Bilməyəm, qorxudan mı özünü qanmazlığa qoyur? Bilməyəm, doğudan mı qanmazı başa düşmür? Elə şey ola bilər. Deyirəm, fakt var, gir, az görüşlər var, müqavilələr var, rəsmi nəticələr var. Başa düşmür. İstəyirəm onu başa salam. Deyirəm ki, yaxşı. Aziz Mütəllib onun vaxtında müharibə gedir Qarabağda, Ağdamda, misal üçün, Füzulidə, Cəbrayılda, Qubadda. Orada əsir düşənləri erməni aparı verir Naxçıvanda Heydər Əliyevə. Bakıda təbliğat başlayır ki, Heydərin tərəfdarları. O görürsünüz, ermənilər Heydərdən qorxurlar deyə əsirlərə aparıb ona verirlər. Gör, nə qədər savadsız, nə qədər cahil millədik ki, bu nağıllarda inananlar var, ha, tapılır inan. O vaxtı əhalinin 90% inanırdı. Çünki ermənilər qorxur Heydərdən, ona görə aparıb əsri verirlər ora. O da neyiniz orada, Ənvər bəy? Yazı yarı da video çəkilişlər edirdilər, əsrin gətirilməsi, təhvil verilməsi, oradan Gəncədən rayonlara və təbliğat. Heydərdən qorxur ermənilər. Ne demək lazımdır? Heydər gəlməlidir hakimiyyətə. Axı ermənilər qorxur onunla. Fikir verin ha siz. Erməni deyir, Naxçıvana hücum eləmir. Müqavilə bağlayıb bax Heydər. Bunu adamlara burada deyirlər ki, təbəd aparırlar ki, erməni qorxduğundan hücum eləmir Naxçıvana. Ne demək lazımdır? Erməninin Qarabağa, Azərbaycana hücum etməməsi üçün Heydərə gətirmək lazımdır hakimiyyətə. Gətirdiniz. Nə oldu? Erməni hücum eləmədi mi? Erməni qorxdu mu? Bundan sonra da mı bəzi adamlar özün qanmazlığı eşkəklə qoyacaq ki, dərk eləmədi bu baş verənləri? Gətirdiniz də Heydər, gətirdiniz də hakimiyyətə. Nə oldu? 6 rayonu verdi. Deyirsən ki, bu 6 rayonu bu verib, bu satqınlıq eləyib. Deyir, onun nəsə bir ciddi fikri var idi, ona görə verib 6 rayonu. Siz təsəvvür edirsiniz, adam nə vəziyyətdədir? Azərbaycan xalqın bəzi nümayəndələri. Adam bilir ki, 6 rayonu verib erməniyə, 6 rayon onun vaxtı işğal olunub. Bu adam 32 özünü müdafiə batalyonu ləğv eləyib. Vətəni müdafiəsiz qoyub. Erməni gəlib giribdi Zəngilana. Qubadlıya, Laçın, nə bilə, alıb tutarmış hər yeri, 6 rayonu. Deyir, onun nəsə bir fikri var. Ona görə bunu eləyibdir. Bu düşüncə ilə Ənvər bəy, hara qədər gedə bilərik? Siz də fikirləşirsiniz. Qurban bəy, mən sizə deyim ki, mən o 92-ci ilin özündə, elə ki, orada Qubadlı, Laçın bölgəsində müharibədə olmuşam. O vaxtda biz Laçının xeyli kəndlərini erməni işğalından azad eləmişdik. Safyan kəndi idi, Aşağı Fərəcan, Yuxarı Fərəcan, su arası. Deməli, az qala Tursiyaya qədər çatmışdı. Və orada postlarda dayanmışdı. Birdən-birə gəldilər ki, vəssalam,
postu tərk edən, bizim arxamızdakı o bütün o ağır texnikanı götürdülər. Tank idi, minamyotuydu, topuydu, onların hamısını götürdülər və sonra biz qaldıq ortalıqda, saldılar bizim mühasirəyə. Və ondan sonra da Qubadlı da getdi, Laçında, Qubadlı da getdi, ondan sonra Zəngilan da getdi, gəldi, ondan sonra Cəbrayıl getdi, hamısı. Bunların hamısı mənim gözümün qabağında olan şeylərdir. Yəni o yolların hamısını mən keçmişəm və görmüşəm. Və eyni zamanda mənimlə bir yerdə olan o cəbhə yoldaşlarım da bunu təsdiq edə bilər, yəqin ki, eşidirlər. Amma neyniyəsən ki, bayaq dediyim kimi bütləşdiriblər. Biz o rəhbəri bütə çeviririk. Elə bir ki, o necə deyərlər, belə Allah kimi baxırıq ona. Da demirik ki, elə bir ki, bunlar da deyir, ha, biz Fironuq da, biz vəssalam, yeryüzünün Allahıyıq. Qutardı. Vəssalam. Da bundan sonra nə olacaqdı? Bayaq dedim, heyrət eybi, surətin gördükdə, lal eylər məni, surəti halın görən, surət xəyal eylər məni. O bütlərin qarşısında keçəndə, üzr istəyirəm, o iki qat əyilənlərə baxın, görün, onlar nə cürə əyilirlər. Nə cürə əyilirlər. İndi yaxşı, onlar əyilirlər, onların çörəyi oradan çıxır. Amma eləsi var, varlar, acından ölür, acından ölür. Acından ölə yenə də gedir onların heykəlin qarşısında çıqat əyilir. Beləsi də var. Bax, dəhşət ondadır. Təbii ki, onlar xalqın çoxluğu deyil. Hər xalqın içərisində yaramazları da var. Bizim xalq ləyaqəti xalqdır. Sadəcə olaraq, bayaq dediyim kimi, xalq ümidlərini itirib, xalqı o qədər allatmışıq ki, müxalifət olaraq. Xalq inanmır da, inamı itiribdir. Bu inamı biz bərpa eləməliyik. Öz fəaliyyətimizlə xalq parlamentinin budakı formalaşdırmışıq. Fəaliyyəti ilə şükür Allaha işlər normal gedir. Sonra tezliklə Azərbaycan xalqı özü fərqli seyirəcəkdir ki, Azərbaycanda nə partiya var, nə təşkilat var, xalq parlamenti nədir, başqaları nədir, hamısını görəcək. Xalq özü müəyyənləşəcək tezliklə. Vəziyyətin dəyişəcəyinə mən çox inanıram, özü tezliklə dəyişəcək, bu belə getməyəcəkdir.